Salam dəyərli müəllimlər və müdavimlər. Bilirəm ki, idrak taksonomiyası sizlərin yaralı yeridir. Ən çox da dəyərləndirmə və təhlil etmə mərhələsində. Bəli, burada kiçik bir nüanslar var ki, qarışdırıcıdır. Amma necə fərqləndirək? Birinci fərq odur ki, ikisində də əsaslandırma feili var. Əgər mənə deyirsə ki, faktlara, qaydalara, sübutlara, dəlillərə əsasən fikrini əsaslandır, olacaq təhlil etmək mərhələsi və məntiqi təfəkkür. Əgər mənə desə ki, faktı özündən gətir, faktı sən gətir, arqumentlər gətir özündən, bu olacaq tənqidi təfəkkür və dəyərləndirmə mərhələsi. İndi gələk, təhlil etməkdə var müəllifin mövqeyi, dəyərləndirməkdə var öz mövqeyimiz. Məsəl üçün, deyir ki, Cəlil Məmmədquluzadənin Qurbanəli bəyə münasibəti necə idi, fikrini əsaslandır. Baxın, burada mənim münasibətimi istəmir. Məndən müəllifin münasibətini soruşur, onun mövqeyini soruşur ki, Cəlil Məmmədquluzadə Qurbanəli bəyə nə gözlə baxırdı, necə baxırdı, ona münasibəti necə idi? Mənim münasibətimi istəmir ki, müəllifin münasibətini soruşur məndən. Müəllifin mövqeyi nə olacaq? Təhlil etmək. Əgər mənə desə ki, sənin Qurbanəli bəy əsərinə münasibətin necədir və yaxud da sənin Qurbanəli bəy obrazına münasibətin necədir, artıq mənim fikrimi soruşur. Mən öz fikirlərimi deyəcəmsə, bu zaman olur dəyərləndirmə mərhələsi.